26-27 may tarixlərində Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü il dönümünə həsr olunan İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması mövzusunda beynəlxalq elmi konferans keçiriləcək. Beynəlxalq tədbirlə bağlı yerli media nümayəndələri üçün mətbuat konferans keçirilib. Mətbuat konferansında çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Bakı İslamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir. Əhalisinin əksəriyyətinin müsəlman olan Azərbaycanın da İslamofobiya ilə qarşılaşdığını, Ermənistanın Azərbaycan ərazilərində işğal dövründə törətdiyi əməllər içərisində İslamofob elementlərin olduğunu deyən Fərid Şəfiyev, Azərbaycanın gündəmində dünyada baş verən geosiyasi hadisələr, qlobal və regional məsələlərində olduğunu vurğulayıb. Geosiyasi əksada deyərkən burada son zamanlar məsələn Hindistanda anti-müsəlman siyasət, ritorika, Avropada, Fransa kimi ölkədə anti-müsəlman qanunların qəbul edilməsi. Fərid Şəfiyev həmçinin Fransada da həm İslamofob, həm də Azərbaycan irsinə qarşı addımların atıldığını vurğulayaraq Xurşudbanu Natəvanın heykəlinə edilən hücuma diqqət çəkib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da bildirib ki, öz tarixində mütəmadi olaraq ayrı-seçkiliyə məruz qalan Azərbaycan ayrı-seçkiliyin istənilən formasına qarşı daim mübarizə aparır, bu istiqamətdə müxtəlif platformalar yaradıb və onların arxasında dayanır. Azərbaycan tolerantlığı və multikulturalizmi dövlət siyasəti etmiş bir ölkə kimi ayrı-seçkiliyin istənilən forması ilə mübarizəyə daima diqqət ayırır. Bu istər İslamofobiya olsun, istər antisemitizm olsun, istər xristianofobiya olsun, bütün tarixi, mədəni irs, bütün xalqların dilləri, mədəniyyətləri, onların inanclarından və etnik mənsubiyyətindən asılı olmayaraq qorunub saxlanılmalıdır. Bu dəfəki 3-cü konferansın önəmi ondan ibarətdir ki, artıq konferans bir növ platformaya çevrilir. Çünki bizim məqsədimiz bunu dayanıqlı, elmi bir platformaya çevirməkdir. Rəvan Həsənov keçiriləcək beynəlxalq konferans çərçivəsində müzakirə olunacaq məsələlərdən də bəhs edərək, tədbirdə İslamofobiyanın siyasi və hüquqi aspektləri, qadın hüquqları və stereotiplər, media və süni intellekt kimi bir sıra mövzulara yer veriləcəyini bildirib. Rövşən Əliyev, Bəkir Həşimov, Space xəbər.